Salam hörmətli dəyərli tələbələr. Bugünkü mövzumuz həndəsə optika olacaq. Həndəsə optika deməli mövzunun adını yazaq. Həndəsə optika nəzəriyyə baxımından fizikanın ən uzun mövzular içərisində olanlardan biridir. Orta məktəbdə birazcık geniş bir şəkildə öyrənirik. Həmçinin buna nüansən sabit cərəyan qanunlarını da uzun bir nəzəriyyə halında baxmışdıq. Amma həndəsə optikanın bəzi nüansları var. 3 başlıq altında öyrənəcəyik bu dərsi və hər başlıq birazcık uzundur. Ona görə də tam diqqətinizi bu dərsə verin. Birinci başlığımız həndəsə optikanın deməli qanunları. Həndəsə optikanın 3 qanunu var. Birinci qanundan başlayaq. İşığın düz xətt boyunca yayılması. İşığın düz xətt boyunca yayılması. İşığın düz xətt boyunca yayılması qanununda burada ilk öncə həndəsə optikanın ən gözəl, ən sadə misalı biz günəşdən, məsələn, hündür binalara, məsələn, günəş işığı vurduğu zaman hündür binaların arxasından müəyyən bir kölgə yaranır, müəyyən uzunluqda bir kölgə yaranır. Həmin bu kölgənin yaranması hadisəsini əslində həndəsə optika kimi xarakterizə edirik. Məsələn, bu olsun günəşimiz, bu olsun yer səthimiz və bu da məsələn H hündürlüyündə olan müəyyən bir maneəmiz olsun. Yerlə deməli 90 dərəcə bucaq əmələ gətirsin və deməli işıq şüaları buradan çəkək. İşıq şüaları məsələn buradan vurur, bu hissəyə düşür, hətta bunu uzadaq. Buradan vura bilir, buradan vura bilir və s. və s. Buradan vurduğu zaman burada yaranmış bucağı alfa bucağı deyək və buradan bura qədər, yəni bu maneədən bu alfa bucağına qədər olan məsafə də bir L deyək. O zaman bu bucağın deməli tangens alfasını taparsaq H bölünsün L olacaq. Və həmçinin buna nəzərən biz belə bir tənliyə ala bilirik ki, H1 bölünsün L1 bərabərdir H2 bölünsün L2 ifadəsini almış olacağıq bu hissədə. Və yəni burada ən birinci qanunda ən sadə işığın deməli düşmə halına, yəni kölgə halına baxdıq. İndi keçək ikinci qanuna. Deməli, B. İşığın deməli geri qayıtma qanunu. İşığın deməli qayıtma qanunu. Düz yazaq. Oxunsun, qayıtma qanunu. Deməli, bu hissədə nə öyrənirik? Səthə endirilmiş deməli perpendikulyar bilirik ki, səthin normalı deyilir. Bunu deməli elektromaqnet induksiya hadisəsində öyrənmişdik. Buna nəzərən belə bir halımız olsun. Məsəl üçün buradan belə bir maneəmiz olsun. Buradan deməli düşən şüa burada alfa bucağı əmələ gətirirsə, həmin deməli düşən şüa təzədən geri qayıdacaq və burada deməli beta bucağı əmələ gətirəcək. Bu hissəyə deyəcəyik deməli düşən şüa. Bu hissəyə isə deyəcəyik deməli geri qayıdan şüa. Və biz bu hissə üçün deyirik ki, alfa bərabərdir beta halına burada baxacağıq. İndi üçüncü hala baxaq. Üçüncü halımız deməli buradan yazaq. Üçüncü halımız sınma qanunu, işığın sınma qanunu. İşığın sınma qanunundan əvvəl sındırma əmsalına baxaq. Sındırma əmsalı demək kiçik N hərfi ilə işarə olunur. C bölünsün V düsturu ilə hesablanır. C burada işığın vakuumdakı sürətidir. V isə burada mühitdəki sürətidir. Bunu da yaddan çıxarmayın. Deməli, və məsəl üçün bunu belə xəyal edək. Məsəl üçün buradan işıq düşür C sürəti ilə, işıq sürəti ilə. Və buradakı deməli mühitdən keçir. N mühitimiz olsun. Və buradakı mühitin öz sürətini biz V bərabərdir C bölünsün N düsturu mən yaza bilərəm. Təbii ki, buradakı düstura istinadə. O zaman mən bu hissə üçün deyirəm ki, bu mühitin müəyyən bir deməli müəyyən bir genişliyi olur və bu genişliyə də mən bir D hərfi desəm, o zaman müəyyən bir deməli bura D yazsam və bu bütün hadisə müəyyən bir deməli o T zaman müddətində əmələ gəlirsə, o zaman
Və yəni deyirəm ki, buradakı bütün bu hadisə müəyyən bir deməli o tez zaman ərzində baş verirsə, o zaman V vurusun T, yəni mühitdəki sürətin həmin bu prosesdən deməli baş vermə zamanına olan hasili. Və mən burada həmçinin D bərabərdir. Mən o zaman buradakı bəs işıq sürəti üçün mən nə yaza bilərəm? Yəni buradakı şüa mühitə girməmişdən əvvəlki sürət üçün nə yaza bilərəm? Yaza bilərəm ki, deməli C vurusun T bölünsün N düsturu yaza bilərəm və buradan zamanı alarsam D vurusun N bölünsün C düsturunu almış olacağıq. Bunlar hamısı T zaman müddət ərzində deməli baş verən hadisələr silsiləsidir. Bunu belə zor dildə anlatmaq olar. Və biz əgər ki, deməli elektromaqnit induksiya və elektromaqnit rəqslər və dalğalar dərsini öyrəndiyimiz C bərabərdir lambda vurusun N düsturundan görürük ki, müəyyən bir xatırlayırsınızsa, cisim, yəni şüa bir mühitdən o biri mühitə keçərkən deməli tezliyi dəyişmir. Və deməli mühitdən keçdiyi zaman sürət azalır. Yəni işığa məsəl üçün müəyyən bir mühitə keçdiyi zaman işıq sürətindən keçir normal mühitdəki sürətə. İşıq sürəti özü bir sabitdir. Neçəyə bərabər? 3 vurusun 10 üstü 8-ə. Amma buradakı bu V heç vaxt buradakı sürət qədər deməli böyük bir qiymət almır. Burada deyək ki, deməli buradakı V-nin qiyməti 3 vurusun 10 üstü 8 qədər olacaq. O zaman deməli mən bu tənlikdən burada deyirəm ki, o zaman sürət azaldıysa mühitə keçən zaman o zaman deməli dalğa uzunluğu da azalır. Burada da bir mühitdən digərinə keçərkən həqiqətən də deməli sürətin, işıq sürətinin həm azaldığını, həm də dalğa uzunluğunun azaldığının bir isbatı kimi də baxa bilərsiniz. O zaman keçək deməli əsas mahiyyətimizə. Yəni sınma qanununa. Sınma qanununa deməli məsəl üçün müəyyən bir maniyemiz var. Buradan işıq düşür və işıq müəyyən bucaq altında deməli sınır. Bir də bunu pis çəkdim. İşıq buradan düşür bu düz xətt boyunca. Və buradan deyəlim ki, müəyyən bir deməli bucaq altında sınır. Mən bucağı deməli deyirəm alfa bucağı, bu bucağı da deyirəm deməli beta bucağı. Və o zaman bunun deməli uzantısını mən çəkərsəm, buradakı alfa bucağının uzantısı görürük ki, bu hissəyə qədərdir. Bu hissəyə qədər gəlir. Və mən ümumi bu hissəyə bir alfa deyirəm. O zaman görürük ki, mühit içərisində sinus alfanın qiyməti sinus betaya olan nisbəti mühitlərin deməli eynin mühiti olan nisbətinə bərabərdir. Buna N1 yazacağam, burada N2 yazacağam o zaman. Çünki bu halın alınması üçün buradakı mühiti olan nisbəti qiymətinə biz baxacağıq. Və həmçinin mən bu hissə üçün o zaman mühitdən digər mühitə deməli keçdiyimiz zaman sürətdə necə olacaq? Sürət neyinirdi? Sürət deməli dəyişirdi. Necə dəyişirdi? Təbii ki, mühitdən tərs dəyişirdi. Yəni sürət buradakı mühitin sürəti mühitin sındırma misalından deməli tərs mütənasibdir. O zaman V1 bölünsün V2 alınacaq buradan və həmçinin deməli dalğa uzunluğu da həmçinin eyni nəzəriyyəni almış olacaq. Və buradan deməli bir qeyd yazaq. Buradan bir qeydimiz yazaq. Buradakı qeyddə deyirik ki, əgər ki alfa bərabər olarsa betaya, o zaman N2 böyükdür N1-dən. Yox, əgər alfa betadan kiçik olarsa, o zaman N2 kiçikdir N1-dən. Bu ifadəni də deməli ağlınızda saxlamayı unutmayın. Və burada bir deməli fəlsəfə cümlə deməli nüans etməyimiz deməli təkabür düşər ki, əgər işıq şüası optik seyrək mühitdən optik sıx mühitə keçərsə, bu zaman normala yaxınlaşır. Yəni seyrək mühitdən, buna ən gözəl belə anladıq, seyrək mühitdən belə göstərməkdir. Seyrək mühitdən sıx mühitə keçən zaman normala yaxınlaşır. Yox, əgər sıx mühitdən deməli seyrək mühitə keçərsə, o zaman normaldan uzaqlaşır.
Bunu ən gözəl deməli bu halla anladırıq ki, deməli buradan məsəl üçün bir şüşə çəkək. Buradan deyəlim ki, işıq buradan düşdü. İşıq düşən zaman deməli ki, buradakı meyl bucağı əyildi və burada deməli 90 dərəcə bir bucaq yaratdı. Deməli, mən bu hissəni düzgün çəkim, daha gözəl görünsün. Bura hissəyə deyirəm mən alfa bucağı. Yaxşı, bu hissəyə mən alfa bucağı dedimsə və burada nisbətləri deməli əlavə etdiksə, o zaman mən bu hissə üçün yazıram ki, sinus alfa 0, yəni ilk alfanın qiyməti, burada hətta alfa 0 yazıram, bölünsün sinus 90 dərəcə. O da bərabərdir 1 bölünsün n-ə. Sinus 90'a zaten qiymət 1 alınır. O zaman da sinus alfa 0 bərabərdir 1 bölünsün n düsturunu almış olacaq. Həmçinin burada yazaq. Sinus deməli 90 dərəcədə 1 qiymətini alır. Buna görə buradakı eyniliyi aldıq və buradakı deməli alfa bucağına deyirik ki, tam daxili deməli tam daxili qayıtmanın limit bucağıdır. Ali fizikadakı və ya orta məktəb fizikasındakı limitdən burada söz getmir. Bunu da nüans olaraq deyim. Əgər ki o zaman mən belə bir şey yazarsam, buradakı mühitə bir n deyərəm, buradakı mühitə bir hava deyərəm. O zaman n mühitindən hava mühitinə keçdiyimiz zaman biz bu hissəyə baxacağıq. Bu nəzəriyyəni də yadınızdan çıxartmayın. Və əgər ki alfa böyük olarsa alfa 0'dan, o zaman şua geri qayıdır. Aha. Və bir şey də yazım ki, əgər ki deməli işıq şüasının deməli düşmə bucağı 0 dərəcə olarsa, bu zaman şua istiqamətini deməli dəyişmir. Necə olacaq? Belə olacaq. Yəni bura gələcək, buradan da keçəcək, belə gedəcək. Yəni nə o buna toxunacaq, nə də bu ona toxunacaq. Bu qədər. Bu da deməli bir başqa nəzəriyyəmiz. Artıq ilk deməli hissəni qurtardıq. İndi keçirik deməli ikinci hissəyə. İkinci deməli nüansımız, yəni ikinci başlığımız. İkinci başlığımız olacaq deməli güzgülər. Güzgülər deməli burada müxtəlif hissələrli güzgülərə baxacağıq və deməli burada bəzi hissələrdə əlavədən deməli qeyd eləyəcəyik. İlk öncəliklə baxacağıq müstəvi güzgülər. Müstəvi, yəni güzgülər iki yerə bölünür. Müstəvi güzgülər və deməli sferik güzgülər. İlk öncələ müstəvi güzgülərə baxacağıq. Müstəvi güzgü belədir. Müstəvidə deməli 90 dərəcə bucaq altında dayanır. Deyərim ki, burada bir cismimiz var. Bu hissəsi A olsun, bu hissəsi B olsun. Eyni istiqamətdə olaraq bu hissədən şüa keçir, bu istiqamətdən də şüa keçir. Və bunun ortadakı kölgəsi də buradan keçir. Bu oxları birləşdirərsək, görürük ki, bura A ştrix yazaq, burada B ştrix yazaq. Bu hissədən bu cisim buradakı şeydə, yəni buradakı qoyduğumuz güzgüdür. Buradakı deməli cisimdir. Buradakı isə alınan xəyaldır. Yəni deyirik ki, bu cismin güzgüyə qədər olan məsafəsinə deyəcəyik, deməli cisim məsafəsi, yəni D. Amma deməli buradan həmin bu cisim güzgüyə yaxınlaşır və güzgüdən deməli müəyyən məsafədə durur və güzgüdən onun deməli eyni boyda əksi olan xəyalı çıxır. O zaman xəyal ilə deməli güzgü arasındakı məsafə isə xəyal məsafəsi, yəni F ilə işarə edəcəyik. O zaman biz burada deyirik ki, yəni görürük ki, D F-ə bərabərdir, yəni AB, A ştrix, B ştrixə eyni məsafədə o zaman deyirik ki, D bərabərdir, deməli F-ə, yəni cisim məsafəsi xəyal məsafəsinə bərabərdir.
Və deməli müstəvi güzgülər üçün biz deyirik ki, deməli müstəvi güzgüdə xəyal ilk öncəliklə eyni ölçülüdür. Eyni ölçülü. İsbatı budur. Buradan yazdığımız bu düstur. İkincisi buradan xəyal üçün yazaq. Deməli buranı mən sileyim. Aha. Birincisi eyni ölçülüdür. Eyni ölçülüdür. İkincisi deməli məfhumidir. Məfhumidir, yəni həqiqi deyil, məfhumidir. Üçüncüsü isə deməli düzünədir. Düzünə. Yəni buna heç nə deməli təsir eləmir. Buna da bir nəzəriyyə olaraq baxacağıq. İndi isə keçəcəyik deməli sferik güzgülərə. İkinci deməli B sferik güzgülər. Deməli sferik güzgülər özlüyündə iki yerə bölünür. Çökük güzgü və deməli çöküyün əksi olan deməli qabarıq güzgü. Birinci A deməli çökük güzgü, çökük güzgü. Buna misalən olaraqdan ikinciyə yazacağam. Deməli qabarıq güzgü. Aha, indi bunları yazdıqdan sonra gəlin bunların nə olduğuna baxaq. İlk öncəliklə markerimizi dəyişək. Eyni yazılı çox yazdıq. Deməli bu adından görünür ki, çökükdür. Bu isə deməli qabarıq olacaq. Aha. İndi bunu belə düzləşdirim, daha yaxşı oxşasın. Aha. İndi deyəlim ki, buradan şüa keçir. Biz şuanı buradan göndərərsək, bu şüa gələcək, buradan bu hissədən deməli keçib gedəcək və həmçinin buradan şüa göndərərsək, bu hissədən həmçinin gəlib keçib gedəcək. Bu hissə üçün biz deyirik ki, buradakı nöqtə böyük F hərfi ilə işarə edilir və böyük F deməli fokus məsafəsidir. Belə yazım hətta. Fokus məsafəsi. Deməli fokus məsafəsinə baxaq. Deməli vahidi 1 metrdir və xəttkeş ölçülür. Xəttkeş. Aha. Və buradakı deyirik ki, bu həqiqidir. Həqiqi. İndi gələk deməli bu hissəyə baxaq. Buradan şüa ötürürük. İşıq şüası buradan deməli əksinə qayıdır. Və həmçinin burada. Burada isə deyirik ki, burada həmin bu düşən işıq şüalarının uzantıları gəlib buradan keçir. Bu hissədə deyəcəyik bir F. F burada, F burada. Məfhumidir. Məfhumi. Deməli, burada həqiqi idi. Çünki deməli düşən şüanın işığı necə gəldiysə elə də buradan keçdi. Burada isə fərqlidir. Burada isə deməli burada isə gələn işıq şüaları öz hayına gedir. Türkün məsələ sadəcə uzantıları gəlir, burada birləşir. Və burada biz radius olaraq xəyal edə bilərik. Məsəl üçün bu iki halı bir çevrə çəkərək xəyal eləyək. Məsəl üçün buradan bura qədər olan məsafə R-dir. Xəyal isə alındığımız xəyal isə fokus məsafəsi isə bura qədərdir. O zaman biz F üçün deyirik ki, F bərabərdir L bölünsün 2. O zaman mən bu halı həm buraya yaza bilərəm, F bərabərdir R bölünsün 2, həm də buraya yaza bilərəm. F bərabərdir R bölünsün 2 düsturunu almış olacağıq bu iki hal üçün. Aha. İndi burada müxtəlif hissələr var. Buradakı müxtəlif hissələrdə zaten gələn şüa deməli gedən şüaya bərabər olur bu hissədə. Aha. Və deməli bu sferik güzgülərin müəyyən bir deməli alınma nöqtələri var. Məsəl üçün F-dən keçərkən, güzgüyə dəyib qayıdarkən bu hallar deməli biz onlara baxmayacağıq. Əsas olaraq deməli burada fərqli başlığa, əsas başlıqlar altında biz bu sənə öyrənəcəyik.
Deməli, ilk öncəliklə bəzi burada hallara baxacağıq. Həm deməli çökük hissədə baxacağıq, həm də deməli qabarıq hissədə. Çökük hissənin 6 halı var, deməli qabarıq hissənin isə 1 halı var. Gəlin onlara sürətli baxaq. Birinci, çökük güzgüdə xəyalın alınması. Aha. Bu hissədə deməli ilk öncəliklə birinci halımız, əgər ki, deməli cisim məsafəsi sonsuzluğa bərabər olarsa, deməli belə bir güzgümüzdür. İşıq buradan gəlir, bu hissəyə doğru gedir. Həmçinin bu istiqamətdən də gəlir. Deməli belə deyim, buradan gəlib keçir. Bu hissəyə deyəcəyik bir F və burada deyirik ki, deməli xəyal məsafəsi fokus məsafəsində nöqtə kimi alınır. Aha, bu birinci hal. İndi ikinci hala baxaq, deməli. İkinci halda ilk öncəliklə deməli burada deyirik ki, cisim məsafəsi radiusdan böyük olarsa, o zaman bu hal üçün çəkək. Deməli buradan cismi yerləşdirək, yeri buradan qeyd eləyək, buradan ümid edirəm çəkə bilərik. Cisim şua buradan gəlir, deməli bu istiqamətdən keçir, həmçinin bu istiqamətdən gəlir, bu istiqamətdən keçib gedir. Bura deyəcəyik bir F nöqtəsi. O zaman mən deyirəm ki, fokus məsafəsi həm xəyal məsafəsi, həm də R-in arasındadır. Yəni xəyal məsafəsi həm F ilə həm R-in arasındadır. Və o zaman buradakı O zaman buradan görürük ki, deməli, buradakı alınan xəyal məsafəsi fokus məsafəsi ilə radius məsafəsi arasında bir nöqtədə yerləşir və burada alınmış xəyal üçün deyə bilərik ki, deməli, buradakı alınan xəyal deməli düzünə deyil, bunun əksi olan deməli tərsinədir, məfhumu deyil, həqiqi və deməli eyni ölçüdə deyil, burada kiçildirmişdir. Burada əzbərçiliyə ehtiyac yoxdur. Zaten buradan şua düşən zaman şuaların əksi olaraqdan həqiqətən də kiçildirmiş alındığını görə bilərik. Bu ikinci halımız. İndi keçək üçüncü halımıza. Üçüncü halımızda isə deməli burada belə bir fərqli hissəyə baxaq. Deməli buradakı cisim məsafəsi həmin bu radiusa bərabər olsun. O halı çəkərsək deməli burada həmçinin deməli belə bir maraqlı nəzərə alır ki, buradakı cisim məsafəsi həmçinin olsun R. Biz bu R-dən müəyyən qədər deməli bir şua ötürürük. Bu şua deməli əksinə doğru qayıdır, bu hissədən qayıdır və təzədən deməli bu hissədən göndərdiyimizdə bu hissədə deməli kəsişir. Bu hissə üçün biz deyirik ki, əslində mən bu hissəni biraz uzatmaq istəyirdim. Bu hissə üçün deyirik ki, bu hissə deməli F tərəf olacaq. Mən bunu silirəm. Burası olacaq F tərəf. F tərəfdə alınan, yəni xəyal məsafəsi radiusa bərabərdir həmçinin. O zaman radiusa nəyə bərabərdir? 2 fokus məsafəsi qədər uzaqlıqda. O zaman biz bu hissə üçün xəyal necə alınır deyərsək, burada da yenə deməli düzünə yox, tərsinə alınacaq. Buradakı xəyal məsafəsi amma həqiqi alınacaq. Çünki ölçü böyükdür və eyni ölçüdə alınacaq həmçinin. Eyni ölçüdə alınır. Üçüncü haldan sonra deməli keçəcəyik dördüncü hala. Dördüncü halda belə bir hissəyə baxacağıq. Cisim məsafəsi fokus məsafəsi ilə radius arasındakı bir məsafədə yerləşir. Yenə deyirəm, bu hissələri deməli əzbərləməyə ehtiyac yoxdur. Sadəcə diqqətli baxmanız yetərlidir. Bu hissə üçün deməli cisim məsafəsi deyək, buradan cisim düşür, buradan fokus məsafəsindən keçir və yenə buradan mərkəzdən göndəririk. Buradan isə deməli bu cismin bu deməli kəsişdiyi nöqtəyə mən bir deyirəm R nöqtəsi. Bura deyirəm R nöqtəsi. R nöqtəsi üçün o zaman alınan xəyal üçün deyirəm ki, üzr istəyirəm, buradan xəyal üçün deyirəm ki, deməli bu hissə deməli yenə tərsindədir. Yəni burada düzünə xəyal birazcıq çətin alacağıq, amma o hissəni də göstərəcəm sizə. Burada görürük tərsinədir, həqiqidir və nədir? Normal məsafədən
daha böyükdür. Hətta bu hissədən bura, demək, buradan bura qədər olan cisim məsafəsi də alınmış xəyali isə görürsüz ki, yəni bunun 2 qatı qədərdir hətta. Hətta yəni ümumiyyətlə mən 2 qatı qədər dedim. Bu 2 qatı qədər deyil, amma yəni böyüdülmüşdür. O zaman da nəzərə üçün yazırıq ki, bura böyüdülmüşdür. Böyük deməli dülmüş. Son 2 halımız qaldı. Ona da baxacağıq. Deməli olsun 5-ci hal cisim məsafəsi Fox məsafəsinə bərabər olan hal. Deməli, buradakı hala yazaq cisim məsafəsi, həmçinin burada Fox məsafəsidir. Buradan deməli gəlib E ilə Fox məsafəsindən keçəcək bu cisim və həmçinin mərkəzdən göndərdiyimizdə gəlib bu hissəyə doğru keçəcək. Bura F deyirəm, bu hissədə mən bir R deyərəm. O zaman burada deyirik ki, nəzəriyyə olaraq özünüz yazın, xəyal sonsuzluqda alınır. Həqiqətən də, yəni görürsünüz ki, bu şüaların axırı yoxdur axı. Bu şüalar heç bir yerdə kəsişmir. Biz buraları nəyə baxdıq? Burada deməli radiusda kəsişdi. Burada Fox məsafəsi ilə kəsişdi. Burada yenə də bu nöqtələr burada gəldi, bir hissədə kəsişdi. Burada da həmçinin Fox məsafəsi kəsişdi, amma bu hissədə deməli kəsişən bir hissə yoxdur. Və o yüzdən də xəyal üçün heç nə demirik. Nə tərsinədir, nə həqiqidir. Sadəcə deyir ki, xəyal burada sonsuzluqda alınır. Və son hala baxaq 6-cı halımıza. 6-cı halda isə axır olan son bir halımız qaldı. Fox məsafəsi cisim məsafəsindən böyük olarsa. Yenə bir deməli güzgümüzü çəkək. Bu zaman maraqlı bir hadisə alınacaq. Bu hissəyə mən bir F deyərəm. Buradan düşən şüa gələcək həmin bu, ümid edirəm çəkə biləcəm, həmin bu Fox məsafəsindən kəsib gedəcək. Və həmçinin buradan gələn güzgü də həmçinin burada alınacaq. Bu hissədə biz bunların uzantılarına baxacağıq. Uzantıların birləşməsi nöqtəsinə belə bir işarə edəcəyik. Bu hissəyə də mən bir R deyərəm. O zaman bu hissə üçün deyirik ki, xəyal deməli həm düzünədir, düzünə, həm deməli böyüdülmüşdür, çünki alınandan daha böyük alınır, həm böyüdülmüş, həmçinin də məfhumidir, çünki əksi bu hissədə alındı. Yəni güzgünün arxasında alındı. Məfhumidir. Aha, deməli, qabarıq güzgü hal üçün biz bu hissələrə baxdıq. İndi burada deməli kiçik bir hissələrə baxacağıq. Kiçik bir hissə hansıdır? Burada ikinci bir hal üçün baxacağıq. İkinci hal üçün deməli burada özünüzə qeyd edin. Burada maraqlı bir düstur alacağıq. Bu hissə üçün deyirik ki, Fox məsafəsi bərabərdir cisim məsafəsi ilə deməli xəyal məsafəsinə cəminə. Yəni bu hissəni deməli tərsinə bölüb toplayanda da eyni nəzəriyyəni alacağıq. Və o zaman bir də bunun üçüncü hal üçün var. Üçüncü halda biz nə yazmışdıq? Üçüncü halda deməli yazmışdıq ki, D-ə bərabərdir. D-ə bərabərdirsə, o zaman mən bu hal üçün deməli belə bir deməli hissə çəkərəm. Belə bir hissə çəkərəm. Yenə 1 bölünsün F bərabərdir. 1 bölünsün D üzərinə gəlsin 1 bölünsün F. O zaman mən bu hissə üçün əlavədən nə yaza bilərəm? Deməli 1 bölünsün F bərabərdir. Bu D-in 2F-ə bərabərdir axı. O zaman 1 bölünsün 2F yazaram. Üzərinə gəlsin 1 bölünsün F. Və bu hissədən də alaram ki, xəyal məsafəsi 2F-ə bərabərdir. Daha doğrusu 1 bölünsün 2F-ə bərabərdir. Və deməli o zaman da bu hissə üçün əsas nəticə gəlir ki, F bərabərdir 2F nəticəsini almış oluruq. Bu iki hissə üçün sadəcə bu hissədə deməli kiçik riyaziyyatdır. Bu deməli çökük güzgülərdə alınan xəyal. Və son olaraq deməli qabarıq güzgü halları üçün deməli baxacağıq. Qabarıq güzgüdə sadəcə bir hal var. Bura yazaq, deməli ulduzlayaq, deməli hətta ulduzlamayaq, bura yazaq B. Qabarıq güzgü. Güzgüdə alınan xəyal. Qabarıq güzgüdə xəyalın alınması. Bu hissə üçün necə yazacağıq? Yenə belə bir deməli çökük bir güzgü çəkək. Aha. Deməli, güzgümüz belədir. İndi bu hissədə necə yaza bilərəm? Buradan mən bir cisim yerləşdirərəm. Bu cismin şüası buradan gəlir. Köçük deməli qabarıq güzgüdə necə idi? Buradan şüa gəlir, bu hissəyə dəyir və buradan qayıdır. Yəni bu istiqamətdə doğru gedəcək.
Və o zaman deməli mən bu hissədən mərkəzdən göndərərsəm, bu hissə üçün təzədən bunun uzantısı gələcək və bura F nöqtəsidir. Bu isə isə R nöqtəsi, yəni F ilə R-in arasında olan bir söz gedir burada. O zaman bu iki dənə güzgünün, yəni iki dənə uzantının ortasına mən bir dənə belə bir şey çəkərəm. Bu istiqamət F deyərəm. Bunun uzantısı həmçinin gəlib buradan keçəcək və bunun uzantısına da R deyərəm. O zaman xəyal üçün deyirik ki, burada möfhumidir, möfhumi. Çünki güzgün ardında alınıbdır. İkinci olaraq deyərəm ki, deməli kiçildirmişdir, kiçildilmiş. Üçüncü olaraq deyirəm ki, burada deməli düzünə hal olacaq. Və son olaraq bir nüansı da qeyd edeyim, xətti böyümə. Xətti böyümə, deməli, xətti böyümə böyük, deməli, bu kamma hərfi ilə işarə olunur. O da bərabərdir böyük H-ın kiçik H-a nisbəti. Bu hala bir baxaq. Bu halda, deməli, belə bir nəzəriyyə çəkək. Deməli, çökük güzgü. Deməli, bu hissədən şüa gəlir və bu hissədən deməli, deyəlim ki, keçib gedir və həmçinin bu hissədən şüa gəlir. Yəni, bu hissədən deməli, keçib gedir. Bir saniyə, bunu düz çəkəm. Bu hissədən gəlir. Bunu düz əməlli çəkək. Bu hissədən gəlir, bu hissədən keçib gedir. Və mən bu hissə üçün, deməli, bu hissənin deməli, kəsişməsinə buradan bura qədər olan məsafəyə böyük H deyirəm. Böyük H, buradan bura qədər olan məsafət isə alınmış xəyalın böyük H-dan güzgüyə qədər ki olana mən bir xəyal məsafəsi deyərəm və cisim məsafəsi də buradan bura qədər olan məsafədə yoxum. Mən burada bir dənə bir D deyərəm. O zaman buradan alınır ki, H-ın H-a nisbəti, yəni böyük H-ın kiçik H-a nisbəti xəyal məsafəsinin cisim məsafəsinə olan nisbətinə bərabərdir. Aha uşaqlar, deməli, bu hissəyə qədər gəldik. İlk iki başlığı yekunlaşdırdıq. İndi isə keçəcəyik üçüncü başlığımıza, yəni linzalara. Aha, indi keçəcəyik son deməli hissəmizə. Bu hissədə birazcıq deməli incə nüanslar var. Bunlara diqqətlicə deməli full fokus nəzər yetirəcəyik. Üçüncü başlığımız linzalar. Deməli, bu mövzudan əvvəl istəyirsinizsə bir özünüzə sual alın, deməli çay alın ki, rahatca deməli mövzu üzərinə baxa bilərsiniz. Aha. Linzalar iki cür olur. Həm deməli toplayıcı linza olur, həm də deməli səpici linza olur. Bunlara məsəl üçün deyirlər ki, misal bunlara ən gözəl misal eynəklərdir və linzalar üçün deyirlər ki, sferik səthlərlə hüdudlanmış şəffaf cisimlərə linza deyilir. Gəlin bu iki linza halına baxaq. Birinci, toplayıcı linza. Toplayıcı linza nisbətən ortası böyük olan linzalar deyirlər. Həmçinin orta hissəsi böyük olan linzalar deyirlər. Həmçinin belə linzalar da var. Bunu biraz pis çəkdim, düzəldim. Aha, həmçinin deməli belə ay formasında olan linzalar var. Və həmçinin başqa bir tür işarələrlə belə də toplayıcı linza var. Və B, səpici linza. Səpici linza. Gəlin bunların fərqini indi görəcəyik. Baxaq. Səpici linzada isə deməli belə bir haldır. Və həmçinin deməli, yəni orta tərəfi kənar tərəflərdən nisbətən daha nazikdir, orta tərəfi. Və deməli işarə olaraq da belə göstərilir. Burasını düz çəkək. İndi bunlara baxdıq. İndi keçək. Deməli, bunlar arasındakı bəzi nüanslara baxacağıq. Hissə isə bunlara da nəzər yetirəcəyik. İndi yeni bir səhifədən keçiş eləyək və deməli başlayaq. Aha, maraqlı bir marker götürək, çünki uzun olacaq. Özünüzü sıxın, az qalıb. Yaxşısınız və deməli davam edirik. İki hissəndə baxacağıq. A, birinci nüanslara baxacağıq, hissə isə baxacağıq. Deməli, A, buraya yazaq toplayıcı linza yazaq elə belə yazaq ya. Belə qalsın, eyb yox. Burada deməli səpici linza.
Deməli, toplayıcı ilə səpəci linza arasında ilk hala baxacağıq. Birinci hal hər ikisi üçün deməli keçərlidir bu hal. Belə adlı çəkim. Deməli, bu hal deyir ki, əgər şua deməli paralel gələrsə, yəni deyir ki, paralel gələn şualar. O zaman deməli buradan bir dənə toplayıcı linza çəkirik. Buradan da səthimizi çəkirik. Buradan şualar gəlir. Buradakı deməli nöqtədə birləşirlər. Buradan keçirlər, birləşirlər. Və bu hissə üçün buradakı bu nöqtədə F ilə birləşirlər. Bu hissəyə məsəl üçün yazaq 2F. Bu hissədə yazaq F. Bu hissədə yazaq 2F. Aha. İndi burada deyirik ki, F sıfırdan böyükdür və deməli optik qüvvə də sıfırdan böyükdür. Optik qüvvə nədir deyə diqqət yetirsək, optik qüvvə deməli D bərabərdir 1/F hərfi ilə işarə olunur. D həmçinin dioptriya deyirlər və 1 D P T R hərfi ilə işarə olunur. Vahidi 1/, fokus məsafəsinin vahidi nədir? Metr və ya metr üstü -1 kimi yazırıq. İndi gələk deməli səpəci linzaya. Səpəci linzada isə deməli elə bir ki, şualar ətrafı səpilir. Yəni oxşarlı məsələ belədir. Buradan gəlir, buradan yuxarı doğru gedir. Yəni elə bir şualar səpilir. Buradan şua gəlir, buradan şua yuxarı doğru səpilir. Və bunların yenə uzantılarına baxacağıq. Uzantılarına. Buradan da uzantılar keçəcəyik. Və bu hissəyə deyəcəyik bir F hərfi. Burada məsəl üçün 2F yazaq. Burada F yazaq. Burada deməli 2F yazaq. Və burada deyirik ki, F fokus məsafəsi sıfırdan kiçikdir. Və həmçinin optik qüvvə də sıfırdan kiçikdir halına nəzərən deyəcəyik. Bu ilk hissə. İndi keçəcəyik deməli ikinci hissəyə. İkinci halımız. Deməli, ikinci halda əgər ki, F-dən şua gələrsə, F-dən gələn şua. F-dən şua gələrsə ki, halı, baxın, belə olacaq. Deməli, bunu çəkək yenə. Aha. İndi F-dən şua necə gəlir? Bilirsinizmi? Baxın, buradan keçib gedəcək. Bura bir F yazaq. Buradan da keçib gedəcək. Və burada düz xətt boyunca irəliləyəcəklər. Burada F deyəcəyik. Bu qədər. Səpəci linza üçün isə baxarsaq, deməli, səpəci linzada, deməli, bu hissə üçün çəkək. Bu hissəni yenə çəkək. Bura F deyək. Burada F deyək. Buradakı isə müəyyən bir bucaq altında düşəcək bu hissə. Burada da müəyyən bir bucaq altında düşəcək. Və gələcək bu hissədən keçəcək. Və bunların uzantılarına biz diqqət yetirəcəyik. Mən bunu biraz pis çəkdim. Biraz belə çəkək ki, yuxarıdan alınsın. Aha. Və bunların uzantıları gəlib buradan keçəcək. Aha. Bu qədər. Sonra və son hala baxacağıq. Deməli, son hal optik mərkəzə gələn şua. Üçüncü hal optik mərkəzə gələn şua. Bu hissəni də belə çəkək. Optik mərkəzə gələn şuanı belə xəyal eləyə bilərsiniz. Deməli, toplayıcı linza necə gəlirsə, elə də istiqamətləndirilmiş olacaq. Elə bir ki, bu mərkəzdən keçir. Necə gəlirsə, elə də gedəcək. Və həmçinin, deməli, səpəci linzada da eyni, deməli, söhbət olacaq. Necə gəlirsə də, elə də, deməli, keçib gedəcək. İndi keçək, burada da deməli, toplayıcı linzanın 6 halı var, sferik linzanın isə sadəcə bir halı var. Gəlin onları nəzər yetirək və mövzunu deməli yekunlaşdıraq. İndi xəyalın alınmasına baxaq. Bu hissəni yazdıq, indi bu hissə xəyalın alınması. Birinci baxacağıq, deməli, toplayıcı linza üçün. Toplayıcı linza üçün deməli birinci hal. Yenə deməli cisim məsafəsini sonsuzluğa yaxınlaşdırarsaq, cisim məsafəsi sonsuz məsafədən gələrsə, buradan F-dən gedəcək.
Bu qədər yəni. Bu hissə bu qədərdir. Və deyirik ki, xəyal F-də nöqtə kimi alınır. Aha. Nöqtə kimi alınır. Aha. Gedəcək ikinci hissəyə. İkinci. Bu dəfə cisim məsafəsi 2 qat Fox'dan deməli böyük olarsa. O zaman deməli belə bir maraqlı bir hala yaranacaq. Buradan bir H hündürlüyü deyək, məsəl üçün. Buradan cisim gəlir. Və buradakı alınan xəyal həqiqətən də görürsünüz ki, buradan kiçik olacaq. Hətta birazcıq belə çəkək, birazcıq da aşağıdan çəkək. Burada məsəl üçün birləşsinlər. Burada birləşsinlər deyəlim ki. Bu hissəyə də deməli bu hissəni buradan çəkmək biraz çətin olacaq, amma əlimdən gəldiyi qədər çəkəcəm ki, yaxşı anlayarsınız. Deməli bu hissə üçün, bu hissə üçün deməli aha. Bu hissədə böyük H yazacağıq. Deməli, markerimizi dəyişdirək. Buradan alınan bu hissə 2F olacaq. F buradadır. O zaman deyirik ki, burada fokus məsafəsi ilə 2 qat fokus arasında xəyal alınır. Xəyal məsafəsi yaranacaq. Və bu hal deməli bizdə fotoaparatda yaranır. Fotoaparat. Fotoaparatda fikir versəniz, şəkil uzaqdaymış kimi görsənir. Amma gözümüzü yaxınlaşdırdıqca xəyal daha da deməli yaxınlaşmış olacaq. Və bu hissə üçün deyirik ki, deməli bu hissə üçün yaxınlaşdıraq. Bu hissə üçün deyirik ki, xəyal deməli həm tərsinədir, tərsinə, həm kiçildirmişdir, kiçildirmiş, həmçində həqiqidir. Bu qədər. Bu ikinci halımız. İndi keçək üçüncü halımıza. Deməli. Markeri dəyişək, maraqlı bir rəng olsun. Üçüncü hal. Üçüncü halda isə həmçinin yaxşı yadıma düşmüşəm. Üçüncü hal üçün yazmazdan öncə. Bu hissə üçün biz nə yaza bilərik? Bu ikinci hal üçün mən bunu sileyim. İkinci hal üçün nə yaza bilərik? Dedik ki, 1 bölünsün F bərabərdir 1 bölünsün D, üzərinə gəlsin 1 bölünsün F-dir. Düzdürmü? Və burada həqiqətən də bu hissə üçün o zaman o qamma bərabərdir böyük H bölünsün H, o da bərabərdir F bölünsün D düsturları burada deməli o tətbiq olunmuş olacaq. Bunu da deməli yadınızda saxlamağı unutmayın. Keçək üçüncüyə. İndi isə rahat deməli ki, üçüncüyə keçə bilərik. Üçüncü hala. Üçüncü hal üçün deyirik ki, cisim məsafəsi 2 qat Fox'a bərabərdir və xəyal məsafəsi də o zaman, xəyal məsafəsi də 2 qat Fox'a bərabər olacaq. İndidən yazdıq. Toplayıcı linzamızı çəkək. Deməli, buradan 2 qat Fox'da buradakı cisim məsafəsi eynidir. Buradan şua gələcək. Buradan keçəcək. Bu hissəyə mən bir F deyərəm. Bu hissədə deməli toqquşma nöqtəsində bu hissədə birləşdirdiyimiz zaman bu hissədə alınan hissə 2F olacaq. Bura 2F'dir. Yəni o zaman deyirik ki, burada 1 bölünsün F düsturu burada var. 1 bölünsün D üzərinə gəlsin 1 bölünsün F düsturu burada olacaq. Və xəyal üçün nə deyə bilərik? Həqiqidir. Həqiqidir. Deməli, həmçinin tərsinədir. Çünki kör buradan şua düşür. Şua buradadır, amma alınan tərsinədir. Və həmçinin görürsünüz ki, şua necə idi, alınan şua necədir? O zaman eyni ölçülü olacaq. Eyni ölçülü. Burada biraz pis çəkdik. Yəni, eyni ölçülü olacaq. Evdə özünüz ağ kağız götürüb diqqətlicə və ya damalı dəftər götürüb diqqətlicə çəkdiyiniz zaman həqiqətən də eyni ölçülü olduğunu görəcəksiniz. İndi keçək dördüncü hala. Dördüncü halda deməli cisim məsafəsi Fox'la 2 qat Fox'un arasında yerləşsin. Və mən deyirəm ki, xəyal məsafəsi də 2 qat Fox'dan böyük olsun. İşə daha da maraqlandırıram. O zaman deməli maraqlı hala gətirmək lazımdır hər şeyi. O zaman deməli buradan belə çəkək. Bura 2F olsun, 2F. Bu hissə F olsun.
Bu hissə h olsun. Buradan keçəcək, bu hissədən alınacaq. Həmçinin bu hissədən keçəcək, bu hissədən də alınacaq. Mən bunların deməli kəsişməsini xəyal eləyərsək, bu hissə deməli 2f-dir. Bu hissədə deməli bir f olacaq. Bu hissədə bir f yazaq. O zaman mən bu hissə üçün deyirəm ki, bu hissə harda olur? Deməli, bizim slaydlar universitetdə uşaqlara göstərdiyimiz proyeksiya aparatı. Burada da 1 bölünsün f bərabərdir 1 bölünsün f üzərinə 1 bölünsün d qanunu ödənilir. Və biz bu hissə üçün deyirik ki, burada xəyal böyüdülmüş alınır. Böyüdülmüş. Deməli, sonra tərsinə alınır. Yenə tərsinə oldu çünki. Niyə tərsinə deyirsiniz ki, bu oxun üstündədir. Belə tap baxın, alınan xəyal isə oxun altındadır. Və son olaraq deyirik ki, həqiqidir. Aha. Son hala baxaq. Son halı artıq yekunlaşdırırıq. Narahat olmayın. Deməli. Son hala baxanda da maraqlı bir bizim markerimiz var. Məşhur markerimiz. Son hala baxaq. Bu oldu 5. Səhv etmirəmsə. Bir dənəsi arada getdi. Bir saniyə. 1, 2, 1, 2, 3, 4. Aha. Son halda baxaq. Tamam. Son hala baxdığımız zaman deməli buradan bir şey ümid edirəm yadımdan çıxmamışdır. Son hala baxaq. 6-cı halımız D F-dən bir saniyə. Bu 5-ci haldır. D F-dən bir dənəsinə yazdım, amma onu deyəsən yuxarıda qeyd etməmişəm. Əgər deməli qeyd etməmişəmsə şərh bölümündə yaza bilərsiniz. Mən də baxım. Çünki deməli güzgülər çoxdur. Ona görə yadımdan çıxmış ola bilər. F. Deməli F burada 2F olacaq. Bu hissədən gələcək işıq, deməli, hətta işıq da deməyək. Burada DF-dən kiçik olduğu üçün buradan yazaq hətta. Buradan alınmış xəyal üçün, burada alınmış xəyal üçün buradan gələcəyik, buradan keçib gedəcək və həmçinin buradan gələcək, buradan da keçib gedəcək. Daha doğrusu bunlar birləşməyəcək. Çünki birləşmə halını mən elədim də birləşməyəcək. Bunların arxası həmçinin burada yarınacaq. Yəni F ilə 2F arasında yarınacaq. O zaman bu hissə üçün deyirik ki, böyüdülmüş alınır xəyal. Həmçinin məfhumi alınır. Və həmçinin deməli alınır düzünə. Və bu hal deməli istisna olaraq lupada alınır. Və bu hal üçün deyirik ki, deməli 1 bölünsün F bərabərdir 1 bölünsün D minus 1 bölünsün F. Çünki burada xəyal məsafəsi deməli cisim məsafəsindən kiçik olduğu üçün tərsinə olacaq. Və gələk son hala səpəci linzalına baxacağıq. Səpəci linzada deməli xəyal. Səpəci linzada xəyal deməli belə alınacaq. Deməli bu buradan çıxıb gedəcək, bir səs də buradan gələcək və bunun uzantısı gələcək bu hissəyə düşəcək. Bura deyəcəm bir F, bu hissəyə deyəcəm bir 2F. Bu hissəyə deyəcəm F, bu hissəyə deyəcəm bir 2F. O zaman burada alınmış xəyal, deməli, daha sonra fokus məsafəsi gedən güzgünün əksi istiqamətində olacaq. O zaman fokus məsafəsi üçün mənfi 1 bölünsün F bərabərdir 1 bölünsün D minus 1 bölünsün F ifadəsini almış olacaq. Səbəbi isə deməli buradan çıxan güzgünün həmçinin əksi istiqamətində gedən, buradan güzgüyə bu tərəfə gedir, uzantısı isə həm bu gedən F-in əksinədir. Və burada alınan xəyal üçün deyirik ki, deməli, məfhumidir, məfhumi, həmçinin kiçildirmiş, həmçinin deməli düzünədir. Bu qədər.
Son bir qeydimizə də baxaq. Deməli, səpəci linzalı üçün səpəci linzalında belə bir şey var ki, burada dy bərabərdir, yəni d yekun bərabər d1 plus d2 haldır. Bu istisna halı olaraq gedir. Həmçinin deməli ümumi məsafə olarsa əgər ki, deməli toplayıcı linzada belə bir baxaq. Məsəl üçün hətta bunu sileyim. Burasını sileyim. 2 hal üçün baxaq. Maraqlı olsun daha da. Başqa hal yazacaqdım, amma daha maraqlı olması üçün belə çəkək. Deməli, bu birinci güzgümüz olsun, bu ikinci güzgümüz olsun. Bura deməli bir f yekun yazaq. F yekun biraz ortadan çəkək. F yekun. Buradan bura qədər olan məsafəyə mən bir deyərəm f1. Buradan bura qədər olan məsafəyə də mən bir deyərəm f2. O zaman cisim məsafəsi d bərabərdir f1 plus f2 ifadəsini almış olacaq. Və həmçinin son olaraq da, özünüzü sıxın, son olaraq da bunu da qeyd edeyim ki, yaxın görmə və uzaq görmə. Deməli, uzaq görmə. Uzaq görmə yaxını görmür. Və deməli toplayıcı linzadır. Toplayıcı linzadır. Və burada optik qüvvə artır. Necədir? Bunun bir deməli nüansını çəkək. Məsələn bu gözdür. Bu gözün olsun içi, gözün bəbəyi. Bura bir deməli toplayıcı linza qoysaq, buradan alınan bu hissə. Və deməli bu hissəsi hətta biraz pis çəkdim açıqcası. Deməli, bu hissələrdən belə bu istiqamətə doğru alınacaq. Yəni bu istiqamətə doğru. Və deməli yaxın görmə. Yaxın görmədə bu dəfə isə uzağı görür. O zaman deməli bu hissə üçün yazacağıq ki, deməli buradan bu hissəni mən sileyim, bizi narahat eləməsin. Deməli buradan uzanır. Bu hissədən deməli göz olur və burada səpəci linza olur. Səpəci linza və deyirik ki, optik qüvvə burada azalır. Aha uşaqlar, bu qədər. Deməli mövzu izahından deməli bu qədər. Ümid edirəm həndəsə optikanı deməli adiyyatı ilə, əlabəsi ilə izah etdik. Ümid edirəm hər biriniz aydın olar. Bu mövzu birazcık çətindir. Ona görə də diqqətli olun. Xəyalların necə alınmasını, məfhumimi, düzünəmi, böyüdülmüşmü, kiçildirmişmi, bunu oxuyandan sonra əlinizə bir A4 alın. Hiss-hissə deməli çəkməyə başlayın. Çəkdikcə görəsiniz ki, həqiqətən də bunu nəzəriyyə kimi öyrənməyə ehtiyac yoxdur. Yəni, zaten bunu mən nəzəriyyə üçün yazdım, nəzəriyyə olaraq yazdım ki, gözünüzdə bulunsun. Amma deməli, əlinizə A4 alıb hiss-hissə çəkdiyiniz zaman həqiqətən də görəsiniz ki, əslində deməli, burada çətin bir şey yoxdur. Deməli, uşaqlar, bu qədər. Mövzu izahından bu qədər. Ümid edirəm hər biriniz aydın olmuşdur. Özünüzə yaxşı baxın. Sağ olun.